Deyir ki, qurdalama, amma sevgi, ehtiram, hörmət, ədəb, ərkan burada qorunar. İstirab səbəb olur ki, insanlar özünü gizlədir, sonra daxilində bir konflikt yaranır ki, gedir intiharla nəticələnir. Bu qədər ki, təzyiq var insana, onda konflikt yaranır, gizlədir axı özünü. Nə qədər olmadığın kimi görünmək olar. Bu uyğunsuzluq adamda daxili depressiya yaradır, stres yaradır, intihara aparır, pis hallara aparır, çıxardır. Bəzi ümumiyyətlə fənlərdən yaxşı qiymət almamaq ağıllı adamın işidir. Bəzi adam ağıllıca elə hər fəndən yaxşı qiymət almaq da vacib bir şey deyil ki, bütə çevirmişik. Elə mühit yaradaq ki, uşaq rahat etsin ki, mən falan fəndən zəifəm, qiymətim aşağıdır. Bu şeyləri özünə bir eyb bilməsin.